Yeniden herkese salam, əziz abituriyyentlər. İncə ikinci qrupun izahını paylaşdım. İndi isə sizin üçün üçüncü qrup suallarının izahına baxacağıq, tarix suallarının. Vaxt itirmədən suallarımıza keçək. Deməli, yazmaq yəni. 19-cu əsrin 20-ci illərində Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra Çar Rusiyası ölkəmizdə xam mal istehsalının artırılmasına çalışırdı. Bununla bərabər hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini istəmirdi. Çünki buradan ucuz xam mal alıb, onun mərkəzi quberniyalarda son məhsula çevirib, yenidən ölkəmizdə baha qiymətə satmaq Çar Rusiyasına böyük qazanc gətirirdi. Verilənlərə əsasən Çar Rusiyası nəyə nail olmaq istəyirdi? Neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almağa belə bir məlumat deyə bilmərik. Burada mətndə elə bir şey demir. Sonra müstəmləkə iqtisadi siyasəti tətbiq etməyə bəli düzgündür. Şimali Azərbaycanda sənaye çevrilişinin qarşısını almağa xeyir. Neft sənayesində iltizam sistemi 1872-ci ildədir. Amma burada 19-cu əsrin 20-ci illər deyir, diqqətli olaq. Sonra ölkəmizi özünün ucuz xam mal bazasına çevirməyə, əlbəttə ki, burada sabahdan deyir, hardadır o? Artırılmasına çalışırdı. Ucuz xam mal almaq istəyirdi. Cavabımız olacaq burada A variantı. Keçirik növbəti suala. Əsas Kəngərli tayfasının başçısı tərəfindən qoyulmuş bu xanlıq Naxçıvan xanlığından söhbət gedir. Hamısını oxumağa ehtiyac yoxdur. Deyir Naxçıvan xanlığından İrəvan xanlığının ümumi cəhətləri. Növbəti deməli, müəyyən müddət Qarabağ xanlığından asılı olması bəli Pənahəli xan dövründə olmuşdu. Gürcü müqaviləsinin imzalaması Lənkəran və Quba xanlığıdır. Keçmiş Çuxurşah Bəylərbəyinin ərazisində yaranması bəli düzgündür. Türkmənçay müqaviləsinə əsasən Qacarların tərkibində yox, Rusların tərkibində qalmışdı. Cavabımız olacaq burada 1-3-B variantı. 13-cü əsrin 30-cu illərin sonu, 50-ci illərin ortaları üçün Azərbaycan tarixi üçün səciyyəvidir. Cavabımız olacaq burada A variantı incə izahda vermişdi. Ali Monqol xaqanlığının Cahanşirlər tərəfindən idarə olunması 1239-1256-cı illəri təşkil edir. Buna görə cavabımız A variantı olacaq. 34-cü sual 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Bunu da incə ikinci qrupların izahında demişdim cavabı. Cavabımız olacaq burada Y variantı. Çünki əleyhimizə qətnamə qəbul edə bilməmişdilər. Qalan hamısı 2-ci Qarabağ müharibəsinə aiddir. Deməli, növbəti sual. Hansı hadisələrin yerini dəyişdirdikdə xronoloji ardıcıllıq alınır? Pişəvərinin milli hökumət yaranması 1940-cı illər, sonra birinci yarısı. Sonra Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli hökumət yaradılması 1917, sonra 1920 daha doğrusu bağışlayın. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlanması 1940-cı illərin bu ikinci yarısıdır. Amma Pişəvərin birinci yarısı idi. Sonra Azərbaycan SSR-də Konstitusiya dövlətinin Azərbaycan dili olması haqqında maddənin əlavə edilməsi 1956-cı il. Burada hansıların yerini dəyişəcəyik? 1 və 2-ni cavabımız olacaq burada Y bəndi. 7-ci əsrin 40-cı illərin fərqli olaraq 50-ci illərə Albaniya dövlətinin səciyyəvi idi. Əlbəttə ki, Xəzər xaqanlığı yox. Burada Bizans imperatorluğu ilə ittifaq bağlamışdı 654-cü ildə. Cavabımız olacaq B variantı. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisə və nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Müəssisələr Məclisinə seçkiləri 1919-cu ildir, parlamentin fəaliyyətə başlaması 1918-ci ildir. Bir getdi cavablarımızdan. Sonra Bakının işğaldan azad edilməsi 1918-ci sentyabrı, Milli Şuranın fəaliyyətinin dayandırılması bu eyni tarixə düşmür. 1-2 də getdi, cavabımız oldu C variantı. 16-cı əsrin ikinci yarısı Osmanlı dövlətinin üçün səciyyəvi idi. Burada ikinci qrupların izahında da bu sualın cavabını verdim. Cavabımız olacaq burada Səfəvi dövləti ilə yeni müharibənin başlanması, yəni Azərbaycan tarixində də keçmiş 1578-ci il ikinci Səfəvi Osmanlı müharibəsi. Köprülü Məhəmməd Paşa 17-ci əsrdir. Münir Məmlük Sultanlığının son qoyulması 16-cı əsrə aiddir, amma birinci yarısı deyirik. Burada ikinci yarısını istəyir. Ağqoyun dövləti 15-ci əsr, Viyana şəhəri 16-cı əsrin birinci yarısı. Cavabımız olacaq orada C bəndi. Xəritədə rəqəmlərlə verilən ərazilər üçün doğru olmayan fikri müəyyən edin deyir. Burada cavabımız olacaq Frank hökmdarı Xlodvig tərəfindən işğal olunmuşdu. İtaliya deyirik, birinci Karl tərəfindən hətta oraya yürüş edilir, başına taz qoyulur. Ona görə cavabımız burada olacaq D, uyğun deyil. Növbəti sualımız Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı Qaraxanlı dövləti 7-ci əsrdə meydana gəlmişdi. Xəzər xaqanlığı da 650-ci ildə meydana gəldiyi üçün A-nı silirik. Deməli, birdən A getdi,
yəni D və C variantı getdi. Sasani dövlətinə qarşı mübarizə aparmışdı. Xəzər xaqanlığı da aparır əlbəttə ki, belə getdi. Burada cavabımız qaldı A bəndi. Baxaq yenə də. Çin imperatorunun ipə ilə xərc almışdı. Düzgündür. Uyğur xaqanlığına aiddir. Xəzər xaqanlığına aid deyil. Qaraxanlı dövləti 2-yə B. 11-ci əsrdə 2 yerə parçalanmışdı. 1042-ci ildə bəli düzgündür. 1-2 B cavabımız A bəndi. NATO-ya üzv olması, konstitusiyaya qəbul edilməsi, Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak edilməsi. Verilənlərin hər üçü hansı dövlətlərin 2-ci Dünya müharibəsindən sonraki tarixin ümumi cəhdləridir? Yadınızdadırsa, birinci Kaspi sınağı ilk videomda, Kaspi sınağının izahında buna oxşar sual idi, amma deyirik xəritə sualı idi. Kaspi sınağı idi, yoxsa güvən sınağı idi, yadımda deyil. Paylaşmışdı. Buna oxşar sual idi. Deməli, ABŞ və İngiltərə konstitusiyanın qəbul edilməsi İngiltərəyə aid deyil. Fransa və SSR NATO-ya üzv deyil idi. İngiltərə və AFR yenə İngiltərədir, konstitusiya deyil. Türkiyə və Pakistan NATO-ya üzv deyil. Cavabımız D variantı. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi bu topluda bu sualdan olmalıdır. Cavabımız olacaq D variantı. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək. Bəli, bağışlayın. İndi növbəti sualımıza keçirik. Əlaqə Şıxlınski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski. 4-də oxşar istəyir. Rusiya çarının yeganə müsəlman yavəri olmuşdu Hüseyn xan Naxçıvanski. Birinci Dünya müharibəsində Rus ordusunda xidmət etmişdir. Haricinin oxşarıdır. Rusiya paytaxtının toplarla müdafiəsini rəhbərlik etmişdir. Əlaqə Şıxlınski ilk Azərbaycanlı hərbi təyyarəçi olmuşdur. Fərrux Ağa Qayıbovundur bu fəaliyyətinə aiddir. Döyüş şücaətinə görə brilyantla bəzədilmiş Georgis ilə təltif olunmuşdur. Səməd bəy Mehmandarov 1C, 2Y, 3A, 4B cavabımız D bəndi. 19-cu əsrin 50-ci illəri Şimali Azərbaycanın tarixi üçün müstəvidir. İkinci qruplarda burada 80-ci illər deyirdir. Təhkimçilik hüququnun ləğv edilməsi xeyr, bu deyirik 1861-ci ildir. Sonra kəndlərin fədal azadlığından azad edilməsi bu da aid deyil 50-ci illərə. Vergi və mükəlləfiyyətlərin ləğv edilməsi 50-ci illərə yenə aid deyil əlbəttə ki. Növbəti sual. Hər bir kəndliyə 5 desiyatin torpağın verilməyə başlanması bu 1847-ci ildən başlamışdır. 50-ci illərə aiddir. Dövlət kəndlərin köçmə hüququnun ləğv edilməsi 1853 cavabımız olacaq Y bəndi. Eldənizçilər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aidliyi ikinci qruplara bu sualda düşmüşdü, izah eləmişdim. Cavabımız olacaq burada Sultan titulunun qəbul edilməsi 1191-ci ildə Qızıl Arslan tərəfindən qəbul edilmişdi. Məhəmməd Cahan Pəhləvan tərəfindən qəbul edilməmişdi. 46-cı sual. 4-cü minilliyin sonunda Qədim Misirdə vahid dövlət yarandı. Çox asan bir sual 3-cü qruplar üçün. Əlbəttə ki, yuxarı Misirin aşağı Misir üzərində qələbəsinin nəticəsində. Cavabımız olacaq A variantı. Qaraqoyunlu hökmdarı Qara Yusif Səfəvi şahı 1-ci Təhmasibin oxşar cəhəti Şirvanşahlar dövləti ilə mübarizə aparmaları deməli A variantı düzgün cavabımızdır. Qara Yusif 1412-ci ildə mübarizə aparmışdı. Kür çayı sahilində döyüş 1-ci İbrahim Dərbəndi. Səfəvi şahı 1-ci Təhmasib 1538-ci ildə Şirvanşah hökmdarı Şahrıxu məğlub eləyir və Şirvanşahlar dövlətinin varlığına son qoyur. Cavabımız A bəndi. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Merkur, bir dəqiqə zəhmətimizə buranı bağlayayım. Təyyarə kimi bizi narahat eləməsinlər. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid olan ümumi cəhət. Deməli, ümumi cəhət Rusiya ordusunun tərəfindən işğal edilməsi. Burada ikinci qruplarda bu sual düşmüşdü. Deməli, Şimali Qafqaz Ruslar tərəfindən 1864-cü ildə işğal tamamlanmışdı. Mərkəzi Asiya isə 1895-ci ildə Rusiya dövlət tərəfindən işğal olunmuşdu. Cavabımız olacaq burada B variantı. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələrinə aid deyil. Osmanlı Krım hərbi qüvvələrinin məğlubiyyətə uğradılması 1618-ci ildə deməli Sınıq körpü döyüşü. Sufyan adlanan yerdə baş verən döyüşdə Səfəvi qoşunlarının qalib gəlməsi 1605 Turan taktikası düzgündür. Deməli, Şah 1-ci Abbasın Təbrizi azad etməsi 1603 düzgündür. Sonra Səfəvi dövlətinin Hörmüzü azad etməsi, deməli, bu Səfəvi Osmanlı müharibələrinə aid deyil. Bu Səfəvi Portuqaliya mübarizəsinə aiddir. Cavabımız olacaq burada D variantı. Qəsrişinin sülhü 1639 Səfəvi Osmanlı müharibələrinə aiddir. D bəndi.
Deyir Heydər Əliyevin birinci prezidentlik dövrünə aiddir. Bu da ikinci qruplara düşmüş suallardan idi. Cavabımız olacaq burada 2, 3. Deməli, strateji əhəmiyyət daşıyan Horadiç qəsəbəsinin azad edilməsi 1994-cü ilin yanvar ayı. Sonra torpaq islahatı haqqında qanun 1996-cı il qanunudur. Heydər Əliyevin birinci prezidentlik dövrü 1993-1998-ci illəri əhatə eləyir. Ona görə cavabımız B variantı. Azərbaycanda xilafət dövründə vergilər, bu da yenə ikinci qruplara düşmüşdür. Cavabımız olacaq xərac və cizyə. Asan sualdır, hətta deyərdim toplu sualdır. Xəritə sual yenə Kəlbəcər göstərir, ikinci qruplara düşmüş suallardandır. Aid olanları istəyir. Burada cavabımız olacaq paleolit dövrünə aid qədim abidə, deməli Zar mağarasını qeyd edəcəyik biz burada. Bir olacaq burada 5-ci cavab. Burada 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşmən işğalına azad edilmişdir. Bu Şuşa şəhəridir. Şuşa şəhəri hardasa buradadır. Sonra ərazisində Orta Tunc dövrünə aid Göytəpə şəhər tipli yaşayış məskəni, Göytəpə Xaçmazdadır burada. Sonra telefon tutmuş. Ərazisində işte bir dəqiqə. Göytəpə Xaçmazda deyil idi. Ümumiyyətlə burada deyil. Göytəpə burada olmalı. Ya Naxçıvan ya da Cənubi Azərbaycanda olmalı idi. Erkən Tunc dövrünə aid Sərkərdə abidəsi Xaçmazdadır. Cavabımız olacaq burada 1-5. C bənd. Xonca ardıcılığın müəyyən edin. Şirvanşahlar dövlətinin paytaxtının Bakı şəhərinə köçürülməsi 1192-dir. Böyük Səlcuq dövlətinin paytaxtının Rey şəhərinə köçürülməsi 1043-dür. Teymurilər dövlətinin paytaxtının Hərat şəhərinə köçürülməsi 15-ci əsrdir. Sonra Osmanlı dövlətinin paytaxtının Bursa şəhərinə köçürülməsi 1326-dır. Düzsək burada cavabımız 2-1-4-3 alınacaq cavabımız. Rəvvalilər dövlətinin Şirvanşahlar dövləti ilə oxşar, Salarilər dövləti ilə fərqli xüsusiyyətlərinə aiddir. Burada cavabımız olacaq 1-2, ikinci qrupların deməli suallarına düşmüşdür. Növbəti sual, Neolit və Enolit dövrlərinə aid oxşar cəhətlər, bu da ikinci qrup suallarına düşmüşdür. Cavabımız olacaq burada əkinçilikdə toxadan istifadə olunması, ilkin şəhər mərkəzləri erkən Tunc, Orta Tuncdur, saxsı qablarının azalması düzgündür, 3-də var, süni suvarma erkən Tuncdur, təsərrüfatda daş alətlərinin istifadə edilməsi düzgündür. 1-3-5-dir orada cavab. Hadisə nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin. Bu da ikinci qruplara düşmüş sual idi. Cavabımız olacaq burada 1, 2 və 5. Keçə bilərik növbət sualı. Yenə ikinci qruplara aid düşmüş sual. 1-ə AD, 2-yə C olacaq burada. Sadə bir sualdır. Hətta deyərdim toplu sualına oxşuyur. 58-60 situasiya sualları. Bu fərqli sualdır. İkinci qruplara AXC-dən düşmüşdür. 5-ci yüzilliyin ikinci yarısında Yunan şəhər dövlətləri iki rəqib düşərgəyə bölündü. Burada bəhs edir ki, birinci cümlədə tutmaq olur cavabı. Yəni, nədən bəhs olunduğu Afina-Sparta müharibəsidir. Eramızdan əvvəl 431-404-cü illəri əhatə edir. Mənbədə bəhs olunan müharibədə qalib gələn dövlətin adını yazın Sparta. Sonra mənbədə bəhs olunan müharibənin başlanmasında bir siyasi və bir iqtisadi səbəbini yazın. Deməli, yəni 2 dənə səbəb yazmaq istəyir. Birincisi siyasi olsun, ikincisi iqtisadi olsun. Siyasi olaraq deyəcək ki, Yunan şəhər dövlətləri zəiflədi bu müharibə ilə. Sonra ikinci olaraq da iqtisadi olaraq deyəcək ki, Yunanlar deməli Aralıq dənizində ticarəti əldən qaçırdı. Yəni bu dövlət deməli bu yürüyüş nəticəsində dövlətlər zəiflədiyi üçün ticarətdə də zəifləmiş olurlar. Bəli, 59-cu sualında icazəni verdiyi 60-cı sual, axırıncı sual. Haqqında bəhs olunan müharibənin mənbədə verilməyən 2 nəticəsini müəyyən edin. Mənbədə verilməyən yenə birinci olaraq deyəcək ki, Yunan şəhər dövlətləri deməli zəiflədi. İkinci olaraq da deyəcək ki, xarici dövlətlərin hücumuna məruz qalmağa başlamışdı. Hətta şərait yarandı deyə bilərsiniz. Eyni cavabıdır. Düzgün qəbul ediləcək. Belə, əziz abituriyentlər, ikinci qrupla bərabər üçüncü qrupun da izahını verdik. Bəyənmədiyiniz sual varsa kommentlərə yazın və müzakirə edək orada. Təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.